Yəni testdə belə bir sual var idi. Orada vermişdi ki, elə sözün, mən indi elə belə deyəm, mən eləyə misal yazmışam. Elə, deyirdi ki, elə sözü şəkilçi qəbul etmədən hansı nitq hissəsinin yerində işlənə bilməz? Nümunələr vermişdi. Şəkilçi qəbul etmədən hansı nitq hissəsinin yerində işlənə bilməz? İsmin. Çünki şəkilçi qəbul etmədisə, o yalnız sifətlə zərfin yerində işlənəcək. Gərək şəkilçi qəbul etsin ki, ismin yerində işlənsin. Elə belə, dedik, sifətin zərfin yerində işlənir. Elə yeri gəlmişkən bir şey deyim, elə belə ədatı da var. Suala cavab verəcəksə əvəzlikdir. Bax, məsələn, deyirəm ki, elə mən deyəndir. Elə mən deyəndir. Bir dənə də deyir ki, elə kitab maraqlıdır. Elə kitab maraqlı olur. Maraqlı olur. Bir dənə baxın, elə var. Elə həm də amonimdə köməkçi nitq hissəsinə. Elə mən deyəndir deyəndə, necə mən deyəndir deyə bilmirsiniz axı. Suala cavab vermir. Eləni çıxar, mən deyəndir. Elə mən deyəndir, elə burada ədatdır. Sadəcə qüvvətləndirib, suala cavab vermir. İndi bura baxaq. Elə kitab maraqlı olur. Sual verin, necə kitab? Necə sualına cavab verdisə, demək bu əvəzlikdir. Elə belə işarə əvəzliyidir. Və sifətin yerində işlənib. Demək burada elə əvəzlikdir. Yəni, sual verə bilirsənsə əvəzlikdir, verə bilməyəcəksənsə elə ədatdır.